Ramiz Ənvəroğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib. Mətbuat AP-yə isnadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23-10 ay 2019-cu il tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdir. Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274 və 193, 1.3.2-ci maddələri ilə ittiham olunur. Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib.